həqiqətən də böhtan Quran-Kərimin ayələrindən yola çıxsaq ki, bizim əsas mənbəyimiz də Quran-Kərimdir bu məsələlərdə, hədis və təbii ki, Quran-Kərim. Quran-Kərim bu əxlaqi rəzillikləri bəyənmədiyi bir sifətlər hesab edir. Eyni zamanda dinimiz böhtan atmağı, iftira atmağı böyük günahlardan hesaba sayır. Biz baxsaq, İslam əxlaqında baxarıq ki, əməlləri iki qismə ayıra bilərik. Bir, əxlaqi fəzilətlər var, bir əxlaqi rəzilətlər var. Yəni, əxlaqi fəzilətlər bizim Rəbbimizə çata biləcəyimiz, Rəbbimizin rizasını qazana biləcəyimiz əməllər hesab olunur. Eyni zamanda əxlaqi rəzilətlərdə insanın qəlbini qaraldan, ruhunu qaraldan, bax bu kimi iftira, böhtan kimi məsələlərdir. Quran-Kərimə baxsaq, Rəbbimiz buyurur ki, ey insanlar, etmədiyiniz bir şeylərdə bir-birinizi ittiham etməyin. Əgər belə etmiş olarsınızsa, böyük bir günaha girmiş olarsınız. Həqiqətən də iftira atmaq, böhtan atmaq insanın şərəf və ləyaqətini aradan aparar. Hətta biz hədislərə baxsaq, görərik ki, bir insanın şərəf və ləyaqətini aradan aparmağı Kəbə evinə hücum etmək kimi böyük bir günaha malik olduğunu hədislərdə görürük. Quran-Kərim ümumiyyətlə insanın haqq və hüquqlarını qorumağı, onların, belə deyək də, əxlaqi dəyərlərini hörmətlə yanaşmağı bizdən istəyir. Biz Quran-Kərimə Mehman müəllim bir çox misallar çəkdi. Baxsaq, Quran-Kərimdə bir neçə növə ayıra bilərik böhtanı. İlk öncə Quran-Kərim buyurur ki, Allaha iftira atanlar da var. Necə olar Allaha iftira atmaq? Allaha iftira atmaq, Allaha şərik qoşmaqdır. Necə ki, Rəbbimiz Quran-Kərimdə buyurur ki, Allaha şərik qoşmaqla Allaha böyük iftira atmayın. Peyğəmbərə belə iftira atırlar. İkinci və Peyğəmbərlərə iftira atmaq ki, biz Peyğəmbərimizin həyatında bunu görürük. Peyğəmbərimiz haqq yolda insanları haqqa, ədalətə dəvət etdiyi halda Peyğəmbərimizə şair dedilər, böhtan atdılar, dəli dedilər, məcnun dedilər və bu kimi bir çox, belə deyim, böhtanlar atdılar. Günümüzdə belə atdılar. Bəli, bugün də var, bəli. Əksinə etdiyi zamanda hələ Peyğəmbərimizin dəyəri biraz da insanların qəlbində, gözündə ucalır. Həzrət İsa əleyhissalamın həyatına da baxsaq, görərək ki, bilirsiniz ki, Həzrət İsa əleyhissalam atası dünyaya gəlmiş Allahın möcüzəsi ilə orada Həzrət Məryəm anamıza iffətsizliklə bir ittiham var. Və ittihamda iffətsizlik ittihamını edirlər. Həzrət Yusuf əleyhissalam, iffət, ismət həyası yadımıza düşür ki, bilirsiniz, Həzrət Yusuf əleyhissalam, Həzrət Süleyxa anamız ona bir xoşa gəlməz bir təklif etdiyi zaman onu qəbul etmədi və onu xəyanətlə ittiham etdi. Xəyanətlə ittiham etdi ki, yəni bu onun təklifini qəbul etmədi. Bu kimi şeylərdə biz baxırıq ki, həqiqətən... O da iftira idi. Bəli, əlbəttə iftira idi. İftira bəzən bir cəmiyyətin hüzuruna aradan apara bilər. İftira bəzən həqiqətən böyük bir fitnələrə qapı açıla bilər. Ailə bağlarımızı, ailə qallarımızı söküb dağıda bilər. Necə ki, bir ayədə Rəbbimiz buyurur ki, Əl-fitnətu əşəddu minəl qatil. Fitnə qətildən də daha şiddətlidir. Allah qorusun. Bəli. Allah sizdən razı olsun.